Salamlar dostlar. Mən Şahin. Kəndli Mənzaralarım YouTube kanalımıza xoş gəlmisiniz. Bugün bu videoda nə edəcəyik deməli. Buradakı sarı otları görürsünüzmü? Onları yolacağıq. Yəni o otlar artıq yaşıl deyil. Ehtiyac yoxdur. Yolu heyvanlara verəcəm. Damdakı heyvanlara. Bilmirəm bu otu yeyəcəklər, yeməyəcəklər. Çünki daha əvvəllər o heyvanları bura buraxanda bu otları yedilər. Hər nəysə. Əslində mən sahaya getmə videosu çəkəcəkdim. Təəssüf ki alınmadı. Sahaya gedə bilmədim. Ona görə də bu otları yolacam və eyni zamanda da video çəkəcəm sizlər üçün. Görəcəksiniz ki necə yoluram bu otları. Hər nəysə başlayaq. Düzdür. Bu otları yolmaq o qədər də asan da olmayacaq deyə düşünürəm. Niyə görə? Çünki dostlar, ona görə ki asan da olmayacaq. İçlərində tikan ola bilər və əlimizə bata bilər. Eyni zamanda külək də var, görürsünüz. Yavaş-yavaş biz otlarımızı yolaq. Əvvəlcə yolaq, ataq qırağa. Düzləmirəm. Daha sonra isə toplayıb aparıb heyvanlara verərəm videodan sonra. Amma birinci görevimiz otları yolmaqdır. Aslında bu videoyu xatırlayıram. Elə bir sanki bir kanalım vardı. Onun üçün də belə bir video çəkmişdim. Tam xatırlamıram amma buna bənzər bir video çəkmişdim. O ağlıma gəldi yəqin ki ondan ilhamlanıb təkrardan belə bir video çəkdim. Sanki it hüdür. Elə bir şey eşidirəm. Eşitmirəm. Konkret it hüdür. Biz burada iş görürük. Xahiş olunur, mane olmayın bizə. Gülməyin sırası deyil. İhtiyatlı olmaq lazımdır dostlar. Əlimizdə tikan batmasın. Bu işlərdə də nə dərəcədə bacarıqlıyamsa mükəmməl yoluram. Ev işləri çox görən deyiləm. Video xətrinə video çək. Video xətrinə yoluram. Zarafat edirəm dostlar. Əlbəttə ki İşdən evə gəlib istirahət zamanlarımda təbii ki evdə də bəzi işləri görürəm. Mən görməsəm kim görəcək? Neysə, eyni yerdə oturub yolmayaq. Biraz da buradan yolaq. Amma sanki buralarda tikan var ya dostlar. O hissələrdə. Neysə, yolaq və yolmağa da devam edək. Ümidvaram çox danışıb başınızı şişirtmirəm. Çünki istəyirəm video boyunca danışım. Danışım ki siz də darıxmayasınız. Zəhmətkeş əllər belə olar. Bax bu his, bax. Sanki bu hissələrdə tikan var. Tikan əlimizə bassa və salam. Bir ay parmağımızla məşğul olmalı olacaq ki tikanı çıxardaq. Çünki bu həqiqətən də bu otların tikanı adamın əlinə batanda elə yerdə gedib batırlar ki parmağın içində tapa bilmirsən. Amma inandırım ki sizə kalan ot yoldum. Eğer bu video çekmeseydim çay gedəcəkdim. Çay videomuz. Yəni çay yetməyi düşünürdüm. Amma alınmadı çay getmək. Yəni bundan əvvəlki videoda çay gedəcəyimi demişdim dostlar. Gedə bilmədim. Ona görə də bu video çəkirəm. Aslında dostlar, həqiqətən də biraz ot yoldum. Ne yalan deyim, kalan ot yoldum. Yəni bu məni kimi bir bacarığın bacarmayacağı bir iş idi. Amma kalan ot yoldum.
videodan sonra toplayacağım. Aparıp heyvanlarımıza vereceğim. Ve onlar da nuşicamdan yiyecekler. Biraz da buradan yolaq. Ve buradan. Qabaqda daha çox var dostlar. Biraz da buradan yolsaq yaxşı olacaq. İstər-istəməz narahat oluram çünki tikandan qorxuram biraz. Əlimə bassa və sağamda. Bu otlar artıq quruyublar, qax olublar. Biraz külək var havada. Eğer küləyin səsini eşitirsinizsə, bilin ki, məndə nasıl olmayan bir şeydir bu. Yani videomuzu bilirsiniz ki, birbaşa kanalımıza atacağıq deyə hiçbir şey etmədən videomuzu yükləyəcəyim də kanala. Yani başa düşün. Küləyin səsi gəlsə zürrü sayarsınız. Biraz da buradan yolaq. Neyse bu. Bak. Aktardığım tikan buydu. Görürsünüz dostlar. Tikan. Bu tikanla qorxurdum. Dostlar. Belə işlər. Aslında orada yaba var. Yabayla bir xeyli yola bilərəm, amma yabalıq burada iş yoxdur sanki. Ancaq əllə biraz yolsam yaxşıdır. Görsən heyvanlar bunlar yeyəcəklərmi? Neyse. Biraz toplayayım bunları. Toplayaq. Məncə bu qədər kifayət hələ ki. Sınaq üçün eğer heyvanlar ise yine gelip yığarım. Bak belə dostlar, bu videomuz da bura qədər idi. Eğer beğendiyseniz like atmayı unutmayın. Düşüncelerinizi yazmayı unutmayın. Ve kanalımıza abone değilseniz de abone olmayı da unutmayın. Herkese teşekkürler.